Bu günləri Novruzlu kəndinə gələrkən vətənimizin azadlığı uğrunda canlarından keçmiş Novruzlu kəndinin şəhid övladlarının şərəfinə ucaldılmış bu xatirə lövhəsinin qarşısındayıq. Gördüyünüz kimi vətənimizin azadlığı uğrunda istəyir 1-ci Qarabağ müharibəsi dövründə, istəyir 2-ci 44 günlük müharibə dövründə şəhid olmuş Novruzlular vətənimizin azadlığına hamı kimi birlikdə qalxmış və vətən torpağının azad edilməsi yolunda canlarını qurban vermişdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arz edirik. Vətən torpağının bölünməzliyi uğrunda canlarından keçmiş şəhidlərimiz Azərbaycan tarixinin bir parçasına çevriliblər. Bu günləri, bu ocağı ziyarət etmək hər birimiz üçün böyük qürur və şərəfdir. Və belə bir gündə Novruz bayramı ərəfəsində Novruzlu kəndindən olan bir qrup Novruzlu kənd sakini şəhidlərimizin xatirə lövhəsini yad etməyi unutmayıblar və gördüyünüz kimi xalqımız böyük bir Novruz tədbirləri ərəfəsindədir, Novruz bayramı ərəfəsindədir və belə bir dövrdə onların hər biri burada özlərinin Novruz adət ənənələrinə görə əllərində Novruza aid olan atributlarla birlikdə şəhidlərimizin xatirəsini yad etməyə gəliblər. Bizim hər birimizin qəlbimizdə çox böyük hisslər, çox böyük duyğular formalaşır burada ki, vaxtilə bizimlə bir yerdə, bir kətdə, bir ocaqda yaşamış, bir addımlamış insanlarımız indi artıq şəhidlik zirvəsinə ucalıqdılar, ən uca zirvədə yerləşiblər. Allah şəhidlərimizə bir daha rəhmət eləsin, ruhları şad olsun. Azərbaycan xalqı, bütün Qarabağımız uğrunda canından keçən şəhidlərimizi heç vaxt unutmayacaq. Onların xatirəsi əbədi qəlbimizdə yaşayacaqdır. Ruhları şad olsun. Onların şərəfindən müxtəlif atributlar və gül dəstələrini xahiş edilən lövhələrin önünə təqdim edəsiniz. Allah hamısına rəhmət eləsin. Bəli. Pəhlivan yanına yer var. Bəli. Allah rəhmət eləsin. Hamısına rəhmət eləsin. Bugün qürurlu və tarixi bir gündür. Tariximizin ən böyüklüyü ondan ibarətdir ki, artıq 30 il müddətində işğala qalmış ərazilərimiz işğaldan azad olmuşdur. Həm də qürurluyuq ona görə ki, vətənimiz öz azadlığına qovuşub və vətənimizin bu torpağın sakinlərinə birlikdə gəlib onların xatirə lövhəsini ziyarət edirik və onların ruhları qarşısında baş əyirik. Allahdan onların hər birinə rəhmət diləyirik. Qalan insanlarımıza can sağlığı arz edirik. Burada bizim Novruzlu kəndinin çox gözəl insanları var. Onlar da elə başa düşürəm ki, öz dualarını etmək istəyirlər. Buyurun. Allah rəhmət eləsin. Allah qəni rəhmət eləsin. Mən elə başa düşürəm ki, burada şəhidlik zirvəsinə ucalan insanlarımızın içərisində bir çoxu Ələmdar müəllimin tələbələri olubdur. Yəqin ki, Ələmdar müəllim onları bizdən daha yaş xatırlayır. Necə çalışqan, vətənpərvər olmaqları haqqında. Vətənpərvər olduqları ilə oxuduqları müddətdə görünürdü. Mən onların hamısından bu şəhidlik zirvəsinə yüksəlməyi gözləyirdim. Elə burada olanlardan da döyüşçülərimiz var. Bəli. Şükürlər olsun ki, onlar bugün burada bizləndilər. Ölənlərə hamısına rəhmət diləyirəm. Allah hamısını yerin beşik eləsin. Bizə də qismət olsun, bura qaydaq hamımız. Bütün Novruzlular bir yerdə yaşayıb. Ruhlar şad olsun. Zəhmət olmasa müəllim, ruhlarına bir fatih verin. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malikin yevmiddin. Ekene ve kenesteyim. İhtinan sıratel müstehim. Sıratel lazine eleyhim gayril mağdubi aleyhim zalim. Bismillahirrahmanirrahim. Kulhuvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad. Ve lem yekun lehu kufuven ahad. Allahümme salli Allah rəhmət eləsin. Allah rəhmət eləsin, ruhları şad olsun. Allah sizdən də razı olsun ki, hamınız gəlib mütəmadi olaraq buranı ziyarət edirsiniz. Buranı abadlaşdırırsınız. Allah var eləsin hər birinizi.